خب بسم الله الرحمن الرحیم. مهربان و bağışlayan Allah'ın adıyla ve yadıyla Məsnəvi klaslarımızın və cələsələrinin birində başlayırıq. Mən hər bir şeydən əvvəl əziz danışıqlara salam ərz edirəm. Onlar ki təzə bizim cəmimizə qoşulublar. Onlara da salam ərz edirəm. Və Allahdan istəyirəm ki, bu fürsəti ki mənim üçün yaratdı ta əziz və pak danışıqların xidmətində olam, ta Məsnəvinin barəsində və bu mənəvi sözlərin barəsində danışam. Ondan bollu və çox şakirəm və o qədər bu işdən mən razıyam ki, bu rızayətim heç vaxt qabil təvsif və bəyan deyil. Əgər xatirinizdə olmuş olsa və o dostlarımız ki, keçmiş cələsələrdə var idilər, biz Məsnəvinin birinci dəftərindən ikinci nağılı başlamışdıq. Baqqal və Tuti nağılını. Amma ondan qabaq icazə istəyirəm ki, iki dənə hekayət ilə bu cələsəmizi başlayaq. Birinci hekayət Şəms məqalatı kitabından mən seçmişəm. İstəyirəm o hekayəti sizə oxuyam. Selamun aleyküm. Yox, bunlar bilərlər də, mən bunlara demişəm ki, türkünü öyrənsinlər. Yox. Deyir ki, ari illa این همه هست که کلم الناس علی قدر عقولهم. Bəli, deyir, bunların hamısı düzdür, amma o sözü siz hətmən eşidibsiniz Peyğəmbərdən ki, millətin əqillərinə görə onlarla danışın. Pəs anqədər uqul afət eyşan است. Bir para əqillər də eləyə bilər ki, afət yaratsın. Əl-əqlu əqilətur rical. Deyir, əql kişilərin ya insanların pabandidir. Əqilət, yəni o ki, ayağa bağlanır, qoymur ki, deyir, bu getsin. Vəl-eşqu muhallilul iqal. Deyir, eşq əqilləri azad eləyəndir. O gəlir və bu əqilləri neynir? Azad edir. Ya Allah. Əl-əqlu yəqulu la tubaliq. Əql deyir ki, mübaliğə eləməcnən. Vəl-eşqu yəqulu la tubali. Eşq deyir ki, sən etinə eləmə, sən təvəccüh eləməcnən. Haman sözü ki, Mevlana Şəms divanında deyir ki, عقل بازاری دید و تاجری آغاز کرد عشق دیده زان سوی بازار او bازarha. O əqlin ehtiyatı olmağı və mühafizəkar olmağı və eşqin bimuhaba əməl eləməyini burada Şəms məqalatında görürük ki, selamun aleyküm, Mevlana da gətirir. از عهد خردکی این دائی را واقعی عجیب افتاده بود. O zaman ki deyim, mən kiçiydim, məndə bir əcib bir ittifaq düşmüşdü. Şəms öz əhvalatını deyir. Kəs az hal daئی vaqif ni. Heç kəs mənim öz əhvalatımı bilmirdi ki, mən kiməm, mən nəyəm, mən nə axtarım. Pedər mən az mən vaqif ni. Öz atam məni əslən tanımırdı, bilmirdi. می گفت اولا تو دیوانه نیستی.
Mənə deydi ki, mən bilirəm sən divanə deyilsən. Nemidanım چه روش داری تربیت ریاضت هم نیست فلان هم نیست. Bilmirəm sən beynində nə keçir. Bilmirəm sən kimsən. Adını tərbiyyət qoyanmıram. Riyazət qoyanmıram. گفتم یک سخن از من بشنو شمس دی. Mən öz atama dedim. Dedim ki, sən məndən bir söz eşit. Mən öz rəftarımı, öz əxlaqımı, öz xuy xislətimi sənə deyim ki, mən kiməm. تو با من چنانی که خایه بط را زیر مرغ خانگی نهادند. deyirsən məndən eyni üzür bərxord eləcəkən, fikr eləcəkən ki, toyuğun altına ördəyin yumurtasını qoyublar. Bizə toyuq yatanda, məsələn, ördək yumurtasını qoyarlar. Bir yol pərvərət, ta onu neynəsin, becərtsin. Bət bətçəqan burun avarad. Deyib, bu ördək bu yumurtaları çıxaldar, bunlar olarlar cücə. Bət bətçəqan kəlantər şudənd. Amma selamun aleyküm. Bu ördəyin cücələri getdikcə yekələrlər. Ba madər be ləb cu amadənd, در آب در آمدند. Öz anaları ilə gələrlər suyun qırağına. Bu balalar düşərlər suyun içinə. مادرشان مرغ خانگی است. لب لب جو می رود. امکان آب در آمدن نی. deyir çün anası bunun toyuqdur. Düz suyun ləbinə kimin, suyun qırağına kimin gələr. Amma bu suya düşənməz. اکنون ای پدر من اکنون ای پدر من دریا می بینم. Sənlə mənim əhvalatımız eyni bu cürdür ki, mən bu dəryanı görürəm. Mərkəb mən şudə است و zənnühal mən این است. Mən eyni o ördəyin balası kimi olmuşam. Mən eləyə bilərəm dəryalarda üzəm. Sən eyni mənim atan kimin, eyni elə bir ev toyuğu kimin suyun o ləb-ləbinə gəlirsən, amma suya girənmirsən. Zənnühal mən این است. اگر تو از منی یا من از تو ام درآ در این آب دریا وگرنه برو بر مرغان خانگی. Məndən sən düş suya. Yox, məndən dərsən, get ev toyuqlarının yanına və onlarla. Bu, xub Şəmsin öz əhvalatı idi ki, mən bir tikəsini sizə oxudum. Xub, orada bir para nöqtəhay tərbiyyəti də var da ki, lüzumən bu məniyə dər ki, insan elə atası nə dedi, ya anası nə dedi, elə o cür olsun və o cür tərbiyyət tapsın. Bu bir dənə hekayətidir ki, mən oxumalı idim sizə. Bir dənə də hekayət mən icazə istəyəcəyəm Təzkirətül Əvliyadan oxuyam sizə, bəd keçək nağılımızın idaməsinə. Bu hekayəti ki, mən Təzkirətül Əvliyadan seçmişəm, münasibəti vardı bu nağılla ki, buradadır. Bilirsiniz, Mevlana zedd-i qiyasdır, zedd-i müqayisədir. Əslən istəmir girsin müqayisəyə. Biri-biri ilə müqayisə eləsin, ondan bir para nəticələr alsın. Vaqən burada da bir nöqtəhay tərbiyyəti vardı da, biz görürsən ki, bizim bir dənə xətayı zehnimiz olur. O da budur ki, biz özümüzün eşiyini, selamun aleyküm, ya özümüzün içərisini özgələrin eşiyi ilə, özümüzün eşiyini özgələrin içərisi ilə çalışırıq ki, müqayisə eləyək. Burada deyir ki, ay müsənəcət, Təzkirətül Əvliyadan oxuyuruq da. دی نقل است که گفت در سفری بودم صحرا پر برف بود. Bu hekayət Zonnunidən nəql olubdur. گبری را دیدم دامن سرافکنده و از صحرای برف میرفت و ارزن میپاشید. deyir, mən bir dənə gəbri, bir dənə kafiri, yəhudini gördüm ki,
çölə qar yağmışdı. Ərzən yəni nə mənə? Türkçədə nə deyirik? Darı deyirik, barikəllə. Darı. Darını bizim tərəfdə nə zaman əkərlər? Ay İskəndərzadə. Təqribən buğdanı ki götürərlər, yerinə darını əkərlər ki, 1-2 ayın içində də fərən yetirər də. Həndə o zaman yiyəmişlər. Səhra bərf mibarید و ارزن میپاشید. Çöldə qar yağmışdı, bu da darını əlində götürmüşdü, səpirdi. Zunnun گفت ey dehqan, çe dane میپاشی. Zunnun buna dedi ki, sən nə dənə burada səpirsən. گفت مرغکان çiğne نیابند. Quşlar qəza tapanmazlar. دانه میپاشم تا این تخم به بر آید و خدای بر من رحمت کند. Çün qışdır bunlar, qəza tapanmazlar. Qara mən darını səpirəm ki, bu quşlar yesinlər. Allah mənə rəhmətini sərazir eləsin. گفتم دانه‌ای که بیگانه پاشد از گبری نپذیرد. Axı sən müsəlman dərsən, sən bir mülhüd bir adamsan. Sən bu darını ki səpirsən yerə, mütməin ol ki, bunu Allah səndən qəbul eləməyəcəkdir. گفت اگر نپذیرد بیندان چه میکنم. Bu cəbri deyir ki, mənə cürəti var ki, bunu məndən qəbul eləməyə. O qəbul eləməsin, görsün mən ona neyniyirəm. گفتم بیند. Mən dedim ki, görərsən. گفت مرا این بس باشد. Bu mənim üçün bəsdir, kafidir. پس زنون گفت چون به حج رفتم آن گبر را دیدم. یا الله. Aşıqasa در tavaf. Mən həcca getmişdim. Zunnun dedi. Mən orada o cəbri ya o Yahudini gördüm. Gördüm ki aşıq sifət bu tavafdadır. گفت یا ابوالفیض دیدی که دید و پذیرفت. Mənə dedi ki, ey Əbəlfeyz, yəni o ki feyz o rəhmətlə həmişə mənussan. Burada bir dənə tənə vurur da Zunnuna. Sən gördün ki, mənim o darı səbbəğimi bu gördü və qəbul elədi. An toxm bebər آمد و مرا آشنایی داد و آگاهی بخشید و به خانه خودم خواند. Gördün ki, bunu qəbul elədi və məni öz evinə və öz evimə yol verdi və mən gəldim bura. Zunnun از آن سخن در شور شد. Bu bir حالتی bunu əl verdi. گفت خداوندا بهشتی به مشتی ارزن به گبری 40 ساله ارزان میفروشی. Bir dənə behişti sən bir ovuş darıya, bir dənə mülhüdə və Yahudiyə sən bunu axı çox ucuz satdın. Ucuz satdın. O tərəfdən bir nidayı gəldi. Mənə dedi ki, hatifi avaz dad. Bir səs gəldi. Çün Allahın evini با هم tavaf elirdik. Mən bir səs oradan eşitdim. Ki Haq Taala hər kira xand, nə be illət xand. Allah hər kimi istəyə, səsliyə, əsən səbəb soruşmaz. İlləti soruşmaz ki, mən niyə səni səslədim, səni dəvət elədim. Hər kira ranet ya rand, nə be illət rand. Rand و ranet oxuya bildik də bunu. Bir nəfər də ki, öz dərbarından qaçıtsa və yol verməsə, heç səbəbi soruşmaz, illəti soruşmaz. تو ای ظنون فارغ باش که کار انفعال لما یرید با قیاس عقل تو راست نیفتد. O söz ki vardı, fəal ma yurid, fəal ma yaşa ki Allahın barəsində işlənilibdir. Bu sən ağla sıxışmaz, ağlı və yerləşməz. Sən bunu ağlında yerləşdirəməzsən ki, biz nə etməliyik? Mən bu nağılı ki burada sizə seçmişdim. Bir xatiri bu idi ki, bu baqqalla Tutinin nağılına ki biz giririk,
Burada bakkal ki o yağı tökür dükkanın içində və o bakkal bunun kəlləsinə bir yumraq vurur, bunun tükü tökülür, bu danışmır. Sonra bir nəfər gəlir, keçəl adam oradan geçəndə tuti başlayır danışığa. Özünü o keçəllə müqayisə eləyəndə Mevlana deyir ki, burada bu iştibah elədi. Bu girdi müqayisəyə. Bu əsən müqayisəyə əl vurmamalı idi. Bərabər ki, qiyas ya müqayisə heç vaxt bu nəticəni bizə verməyəcək. Ona görə o cüzvələr ki, əlizdədir, biz demək olar 260-cı beytidən başlayırıq. Sizin cüzvənizdə səhifə-i şunuzda olacaqdır və 4-cü beyt olur. Tutiyəndər گفت آمد در زمان. taxtızda bəli. Tutiyəndər گفت آمد در زمان. بانگ بر درویش زد که هی فلان. از چه هیکل با کلان آمیختی؟ تو مگر از شیشه روغن ریختی؟ Bu tuti əndər qoft amad. Qoft burada feilidir, amma ism əvəzində işlənir. Qoft yəni qoftar. Əndər qoft amad yəni bu danışığa başladı. Başladı söhbətə. Dər zaman yəni fawrən, filhal kəlməsidir. Fawrən bu başladı danışığa. Məsnəvin ariyində də var. Dər zaman انداخت شمشیران علی کرد او اندر غزایش کاهلی. O yerdə ki Ömər ibn Əbdəvədə öldürmür. Orada Mevlana bu sözü işlədir ki der zaman indaxt. Yəni filhal, fawrən neyini qılıncı atır yerə və onu öldürmür. Bəd heyf olan da gənə məsnəvidə mürəttəb bu işlənir. Bu bir kələmədir ki, birini hoşlar üçün, tənbih üçün bunu işlədirlər də. Məsnəvinin bir ayrı yerində var, deyir ki, angiki porsid, hoşlar ra ki, hey, bir nəfər o bir dəvədən soruşur ki, hey, yəni heyf olan, az کجا میایی فرخنده pey, sən bəli hardan gəlirsən? Dedi ki, گفت از حمام گرم کوی تو گفت خود پیداست از زانوی تو. Bəli, mən dəvə deyir ki, mən hamamdan gəlirəm. Bu deyir ki, elə sən dizlərindən məlumdur ki, sən hamamdan gəlirsən. Hey bu məniyyət. Ay, İskəndərzədə getdi eyləm eləsində. Deyibsən, yaxşı. Xob, məmnunam. پس توتی اندر گفت آمد در زمان. Yəni fawrən tuti danışığa gəldi, söhbətə düşdü. Bang bər dərviş zəd ki hey falan. Çığırdı o dərvişin üstünə ki dedi ey falan. Az çe ey kəl ba kəlan amixdi. Sən ey keçəl, sən niyə keçəllərlə qatışıbsan? Olmuya sən də yağın şişəsini sən də tökübsən yerə, calayıbsan buna deyir. Ustad Heydər Əbbasi də bu beytləri göndərib bizə türküyə. Deyir ki, tuti birdən nütqə gəldi, açdı dil. Söylədi dərvişə, ey mən təhzəlil, ey mən təkzəlil. Yəni mənim kimin zəlil. Nə günah etdin ki oldum dazqabaq, caladın yağ yoxsa sən də mən sayaq, sən də mənim kimin olmuya bu yağı calayıbsan və tökübsən yerə. از قیاسش خنده آمد خلق را کو چو خود پنداشت صاحب دلق را. Bu cür ki müqayisə elədi özünü sahib dəlqlə. Dəlq be mənayı o paltardır ki bizim sufilərimiz ya dərvişlərimiz bu paltarı giyəymişlər də ki çoxlu şeirlərdə də işlənilibdir ki از دلق پوش صومعه نقد طلب مجوی. حافظین şeiri. از دلق پوش صومعه نقد طلب مجوی. یعنی ز مفلسان سخن کیمیا مپرس. Bunlarda bir şey yoxdur. Çox bu paltarlara hafız deyir ki, allanma acına.
o ya dəlq puşan kələməsi məsələn işlənilibdir Hafizin şeirlərində. تو نازک طبعی و طاقت نداری گرانی های مشتی دلق پوشان. Onlar sənə tərbiyyətdə, riyazətdə bir para çətinliklər verərlər. Amma sən çox nazik narincisən. Sən onlara təhəmmül eləyəməyəcəksən. Sənin işində gedəsən ondan da alasın. Hər halda dəlqə çolqalanmış kimi gördü özün. Güldürüb oxşatmasından xəlqə özün. Özünü xəlqə neynədi bu? Güldürdü və millət baxdı gördü ki, baba Tuti özünü bir dənə dərviş ilə bir sayağa qoyur, bir müqayisəyə qoyur. Yox, mən onlara dedim də, kilasda da demişəm. Demişəm onlar məcburdular öyrənsinlər də. Nigeran olmayasın onlardan. Yarı Farsi, yarı Türkü öyrənərlər onlar. Çünki bu kilas elə bu sayaq da gedir. İstəmirik də bunun dilini, ədəbiyyatını çöndərək. اینا توفیقات جبری است دیگه. خلاصه شما در کلاس هم به شما گفتیم دیگه، گفتیم از این فرصت شما استفاده کنید. درسته؟ کار پاکان را قیاس از خود مگیر، گرچه ماند در نوشتن شیر و شیر یا نبشتن şiir o şiir. Burada da bilirsiniz de yavaş yavaş nağıl qutulurdu. Yəni o qalib və puste işi Mevlana'nın zehnindədir. Cətsin ta o qalibdir, sındırsın və girsin içəriyə, o məanini orada şikar eləsin, o ləhzə yetişir nağılda. Çون Mevlana معتقد ki ey برادر قصه چون پیمانه است معنی اندر آن بسان دانه است. Tamam bu nağıllar eyni bir dənə tor kimindir ki biz salırıq, neynirik, məanini şikar edirik. Əlan در واقع o nağıl qutuldu bu sadəlikdə. Vəli indi görəsiniz ki Mevlana ondan nə bəhrə bərdarilər eləyəcəkdir. Ümumən biz onlara burada pərdaxt edirik. Kar pakan ra qiyas az xod məgir. Təmiz insanları sən özünlə müqayisə eləməcək. Gərçə maunəd در نبشتن şiir o şiir. Hərçənd ki bunların yazması elə bir olalar. İkisi də şiir olar. Bir şiir olar ki adamı yiyər, bir şiir olar ki adam onu yiyər. Bunların ikisinin də yazması birdir. Amma bunların arasında kulli fərqlər vardır. Əlbəttə bunu biz deməliyik ki, bizim ədəbiyyatımızda çalışıblar ki, bu iki dənə şiirin arasında tələffuzda bir fərqləri qail olsunlar. Məsələn, o ki, cəngəl şiiri idi, buna deyəmişlər şer. Şer kimindir bu? Yəni şir kimindir. Bunu şer tələffuz eləyərlər. Vəli o ki, şiiri xordənidir, həman madəli milk məsələn, bu həman şir kələməsidir ki, onun tələffuzu ilə bunun arasında bir azaraq bir fərqləri olubdur. Mevlana da gene ayrı yerdə məsnəvidə işlədir. An yeki şiir əslən در badiye, این یکی şiir əslən در badiye. Yəni bu iki dənə şiirin fərqləri var. Bir şiir təştin içinə töküblər, adam onu içə bilər. Bir şiir də var badiyədədir, cəngəldədir ki, bundan onun fərqi vardır. Dostlar, burada bir nüştə aşmalıyıq. O da budur ki, Mevlana bu şiirin irtibatında istir bizə desin ki, əvvələn şiir kələməsi bizim irfanımızda به معنای نماد شجاعت و جسارت و yəni dünya ədəbiyyatında kollən şiirə baxım elə bu cür olubdur. Şiir bir dənə mövcudi olub ki, biz ondan həmişə cürətini və şücaətini bu ünvanı təmsil və nümunə istifadə eləmişik. Bəzi ariflərin içində də istəyiblər məsələn Allahı çəkələr təsvirə ya binu haləti versinlər, məsələn Ruzbəhan Bəqli Şirazi. Bunlar yazmalarında ki biz bunları şətiyyət adlandırırıq. Allahı şiir surətində də təsvirə çəkiblər. Məsələn mən filan yerdə yuxuda gördüm ki Allah eyni şiir kimin
gəldi, neçə nəfər də yırtdı, məsələn, ağzından qan daşlanırdı. Belə bir təbirlər də bizim bəzi ariflərin şətiyyatında, şirin barəsində işlənilibdir. Şirin bəzi təmsillərini ki, Mövlana Məsnəvdə çoxlu yerlərdə də işlədir. Bu şirin təmsillərini ümumiyyətlə bir dənə ərəb şairi vardı, Mütənəbbi. Mövlana neçə dənə təmsili ondan alıbdır. Şayad eləmək olar ki, bunları müqayisə eləyir adam. Bir məqalə surətində də gətirən. Hətmən siz o Məsnəvidə o bir nəfər pəhləvan ki, gedir bir dəllaşın yanına eşidibsiz də ki, deyir ki, mən bədənimə bir şir əksizi çəksinən, xalqu beləcinən. Bir dənə onu eşidibsiz. Bir nəfər gedir bir pəhləvan gedir bir dəllaşın yanına, deyir ki, mən bədənimə bir dənə şir əksizi çəksinən. Bu deyir ki, işgal yoxdur. Uzan yerək yoxdur. Deyir ki, hara çəkim, deyir, mən şanəmdən başlayacağım çəkməyə. Bir yol, deyir ki, əvvəl hardan başlayayım, deyir, başda bəldə şirin, yavaş-yavaş başından başlayacağım. Belə iynəni batıran kimi buna, deyir, baba, harasıdır, deyir, qulağıdır. Deyir, baba, qulağı ötürcünə, şirin qulağı olmasa nə olacaqdır, ayrı yerindən başlayacağım. Bu gənə iynəni batıranda başlayır qışqırmağa, deyir ki, gənə hardan başladın, deyir ki, gözüdür məsələn, deyir, baba, şirin gözü olmasın. 3-4 yeri bu cür dəlik deşik eləyəndən sonra ki, bu qışqırır, bir Mövlana o məruf beytini deyir. İcazə versəz, mən bununla sürətlə oxuyum. Baxın, görün ki, Mövlana şirdən necə burada bəhrəbərdarlıq eləyibdir. İn hekayət beşnə az sahib bəyan, در طریق و عادت قزوینیان بر تن و دست و کتفا بیگزند از سر سوزن کبودی ها زنند. Bunlar əleyhlarına bu cür xalqubə eləyəmişlər. Suy dəllaki bişod qazvini ki kəbudəm zən bəkon şirini. Mənə də bir dənə təsvir vücunan, şekli vücunan mənim qoluma bir yol. گفت چه صورت زنم ای پهلوان گفت برزن صورت شیر ژیان شیر əksini mənim qolumda çəkinəm گفت بر چه موضعت صورت زنم گفت بر şanigahəm zən an rəqəm mənim həman şanəmdə ya qolumda bunu vuracağım چون که او سوزن فرو بردن گرفت درد آن در شانگه مسکن گرفت پهلوان در ناله آمد کیسنی مرمرا کشتی چه صورت میزنی öldürdün məni, nə mənə vurursan burada? Qoft, axir şir fərmudi mərəm. Qoft, az çə uzvi kərdiyib dedi. Hardan, hansı üzvündən başlayıb? Qoft, az domqaq ağaz idəm. Qoft, domboqzar, ey dodidəm. Quyruğundan başlamışdım. Deyir ki, quyruğu ötürcüyüm. Az dom و domqaq şirəm dəm gereft. Domgah o dəmgahəm muhkəm gereft. Domla dəmin arasında Mövlana oynayırdı. Onun quyruğu gəldi, mənim nəfəsim oldu əslən, mən nəfəsim çıxmır. Şir bidom baş, qu ey şir saz, ki dələm sosli gereft az zəxmur. Şirin quyruğu da olmasa elə şirdir də, o işgali yoxdur. Canib digər gereftan şəxs zəxm, bi mühaba و مساوایی و رحم. Getdi ayrı tərəfi, yavaş-yavaş deşmədə bunu. بانگ کرد و کینچه اندامست از او گفت این گوش است ای مرد نیکو quyruğun dedin vurmadım indi gəlmişəm qulağını vururam گفت تا گوشش نباشد ای حکیم گوش را بگذار و کوته کن gelib onun qulağını ötürcünən o qulaq nə mənədir bu şirin qulağı olmasın canib دیگر خلش آغاز کرد باز قزوینی فغان را ساز کرد کین سوم جانب چه اندام است نیز گفت این است اشکم şir ey aziz bu üçüncü yer ki mənə deyirsən bu şirin qarnıdır da mən də şirin qarnını burada istəyirəm iynə ilə vuram burada در واقع təsvirini yaraldım گفت تا اشکم نباشد شیر را گشت افزون درد کم زن زخما دیگه şirin qarnı da olmaz bax mən arğım çoxalır sən onu hey iynəni batırdıqca bu çoxalır خیره شد دلاک و پس حیران بماند تا به دیر انگشت در دندان بماند bu iynəni atdı yerə və
متحیر oldu bu pəhləvanın qiyafəsinə. بر زمین زد سوزن از خشم اوستاد گفت در عالم کسی را این فتاد. اصلا bu aləmdə belə bir ittifaq düşübdür ki, şir bی دم و سر و اشکم که دید اینچنین şiri خدا خود نافرید. Belə bir şir də olar ki, qulağı olmasın, quyruğu olmasın, qarnı olmasın. ای برادر صبر کن بر درد نیش تا رهی از نیش نفس گبر خویش. Hala bu bir dənə nağıldır ki, gətirir. Oradan sonra gənə Mevlana ubur eləyir, gedir bir yol, təşbih eləyir onu nəfsə və nəfsin barəsində eləyir danışmağa ki, mən onlara girmirəm və istəmirəm ki, danışam. Dostlar, burada bir dənə nüktə vardı. Mən onu da burada artırmalıyam. O da budur ki, əgər xatirinizdə olmuş olsa, keçənki cələsədə mən dedim ki, bizim ariflərimiz bir dənə əmələ baxanda əməlin nəticəsinə baxardılar. Yəni, həmişə əmələ niqah praqmatistləri olardı bunlar. Deyərdilər ki, nəticəyə əməl bizə mühümdür. Mümkündür sən bir yolu intixab eləyəsən ki, məsir şərarətbardır. Vəli nəhayət o xeyrə və salaha müncər olacaq. Onlar onu tik vururlar və ariflər təid edirlər. Amma müqabilə ariflər, bir para uləmayı ki, qəşriyəndişdilər və bunlar zahir əmrə baxırlar, bunlar heç vaxt bunun icazəni vermirdilər. Bunlar deyirlər ki, xud əməl və cərəyan əməl özü nəticə əməldir. Burada gərək çox eləyəsiz, müraqibət eləyəsiz və bundan müvazibət olar. Ona xatirdir ki, əgər görürsünüz ki, taifə-i urəfada birdən gedirlər bir şeyxin əlindən öpürlər ya mürşidin əlindən öpürlər, ruxsət alırlar, icazə alırlar. Bir dəlli bu ola bilir ki, bunlar bir para şəxsiyyətləri olurlar ki, o salikin batini əhvallarına nüfuz edirlər və onun batini əhvallarını oxuyurlar. Məsələn, deyirlər ki, sən bura kimin ki, ələn bir belə elm oxuyubsan, bu elm sənə təkəbbür gətiribdir, kibr gətiribdir. Büyündən sən bu elmi tətil eləyəcəksən. Elmi ki, bir dənə در واقع فضیلتdir. Bu fəzilətlər bərabər bir dənə ayrı fəziləti be nam təvazu qurbanı olur və tətil olur. Və bunlar icazə vermirlər ki, sən o məsirə gedəsən. Hətta bərabər ki, sən eləyə biləsən birdən öz nəfsini sındırasan və nəfsinlə müqabilə eləyəsən, bundan bir paraları icazə verdilər ki, saliklər düşsünlər, dilənçilik eləsinlər, yolçuluq eləsinlər. Kət be kət, şəhər be şəhər düşürdülər, bunlar dilənirlər, bərabər ki, özlərini neynəsinlər, onlar sındırsınlar. Niyə? Nəticə-i əməl mühüm idi. Nəticə-i əməl ibarət idi bu ki, bunlardan bir dənə fərdi mütəvazi və uftadə bunlardan yaratsın. Niyə? Bərabər ki, bunlar mütəqidlər ki, əgər fərd o dərəcəyə yetişsə, çün bunlar deyirlər ki, insanlar iki cür ola bilirlər. Ya kamil insan, ya naqis insan. Həddi vəsət də burada yoxumuzdur. Naqis əgər çalışsa ki, kamilliğə gedə, ona görə çox uzun yol getməlidir. Amma əgər bu dərəcəyə çatsa, bunun əlinə hər nə mənəni versən, bu təbdil eləyəcəkdir qızıla. Kamili gər xaq girəd zər şəvəd. Naqis hər zər burd, xakistər şəvəd. Bir deyək, kamil insanın əlinə torpağı versən, deyək, qızıl eləyəcək. Naqisin əlinə qızılı vericindən sənə topraq eləyib qoyacaq ora və neynəyəcək, onu heç eləyəcəkdir. Pəs, چون قبول حق بود آن مرد راست دست او در کارها دست خداست. مولانا bu cür vəsl eləyir. Deyir, vaxtı ki, insan bir mərahələ yetişir ki, kamilliğə əl tapa bilir, bunun əli eyni Allahın əli kimin bu aləmdə neynir? Əməl eləyir. Yavaş-yavaş istəyir bizim zehnimizi amadə eləyə. Moulana istəyir əbdaldan danışa, ovtaddan danışa, ovsiyay həqqidən danışa. Bunlardan istəyir danışsın. Yaxçız, o zehni müxatəbi istəyir, amadə eləsin ki, bu aləmdə insanlar tapıla bilər ki, siz gərək biləsiniz ki, bunların fərqləri var. Neçə cür adam ola bilər. Necə ki, şerin məsələn yazmaqda fərqləri vardır. Yaxçı, pəs adamların da bir-birləri ilə fərqləri olmalıdır. Pəs dəst-i naqis, dəst-i şeytan است و دیو زان که اندر دام تکلیف است و ریو جهل آید پیش او دانش شود. جهل شد علمی که در ناقص رود.
Hətta naqis insana deyir ki, elmi varid eləyəsən təbdil olacaq cəhlə. Kamil insana cəhli varid eləsən təbdil olacaqdır elmə. Bir belə bu nə mənədir? Mevlana bunun üstündə pərdazış edir. Hər halda bu tozihlər buna görədir ki, Mevlana o beyti bizə desin ki, cümle aləm zin səbəb gumrah şud. Kəm kəsi zəbdal haq ağah şud. Umumi aləmdə cəmaət və millət azırlar, yollarını itirirlər. Nəyə xatirdir? Buna xatirdir ki, bunlar əbdalı tanımırlar ki, əbdal kimdilər? Ovtadı tanımırlar ki, bunlar kimdilər? Şəxsiyyətləri bir cahigahlara yetişirlər ki, bunları tanıyamırlar. Pəs aləmdəki bilirsiniz də ki, Corcani o tərifat kitabında tərifləyəndə deyir ki, hər nə ki Allahdan əlavədir, siz adını qoyun aləm. Masevəllahın adını qoyun aləm. Aləm əlm kəlməsindən tutulubdur. Əlm həman əlamətdir da ərəbidə. Yəni kulli aləm eyni elə bir dənə əlamət və nişanədir ki bizə. Hətta sekularizmi bilən ərəblər tərcümə eləyəndə əlmaniyyət tərcümə eləyirlər. Elmaniyyət eləmirlər. Elmaniyyət yəni elmə sarı getmək. Əlmaniyyət yəni aləmi görmək, hər şeydə dünyanı görmək və dünyaya sarı üzcətmək. Xoş, bu əbdalın barəsində mən icazə istəyəcəyim bir qıssacana burada bir tozihləri verəm sizə. Dostlar, bu əbdalın barəsində deyilibdir ki, bunların teydadları 7 ya 40 ya 70 binabi nəqli ki olubdur. Aləmdə bunlar vardılar. Yəni bir xas bir در واقع Allahın bəndələri olublar ki, yer heç vaxt onların üzündən xali olmayıbdır. Biri ölən kimi, biri onun bədəlicə gəlib onun yerini tutubdur. Ona görə در واقع buna əbdal deyilibdir. Peyğəmbərdən bir dənə rivayəti nəql olunubdur ki, əhl-i təsənnun bunu nəql edib. Deyir ki, Əl-əbdalu fi hazihil ümmə səlasunə rəculən. Mənim ümmətimdə əbdal 30 dənə kişidirlər. 30 dənə kişi ki, məndən sonra bunlar gəlirlər. Qulubuhum ələ qəlbi İbrahim Xəlilur-Rəhman. Ürəkləri eyni İbrahim Xəlilur-Rəhmanın ürəkləri kimindir. Kulləmə matə rəculun əbdəlallahu məkənəhu rəculun. Hər zaman bunların biri ölən kimin, Allah o birisini neyniyir? Bunlara cayguzin eləyir. Bu, در واقع bədəl به معنای جایگزینی bu kələmədən tutulubdur. Bizim şii rivayətlərimizdə də əbdala möhr-i səhhət qoyan olubdur. Siz həttəmən o duayı Ümmü Davudu eşidibsiz də ki, İmam Cəfər Sadiqdən nəql olunubdur. Bu duayı Ümmü Davud mərufdur. İmam Cəfər Sadiq əleyhissalam elə bir Həzrət İmam Həsənin bir dənə oğlu varmış, Həsən-i Musənna adında. Onun da bir dənə oğlu varmış, Davud, mübarizmiş o zaman. Bu mübariz neyniyir? Zindana düşür. Bunun anası gəlir İmam Cəfər Sadiqin yanına, deyir ki, mənə bir duayı örcətçinən ki, mən neyniyim? Oğlumu zindandan qutarım. O dua, göz o porməna dualardandır ki, şiənin içində nəql olunubdur. Bir qisməti az duada İmam Cəfər Sadiq əleyhissalam əbdala orada işarə eləyir. Mən o qismətini oxuram sizə. Deyir ki, Allahümmə səlli aləl-əvsiyai və suədai və şühəda və əhimmətil-huda. Xudaya, sən səlam-ı durud göndərcinən əvsiyaya, suədaya, yəni xoşbəxtlərə, şühədaya, şəhədlərə, əhimmətil-huda, پیشوایان اداره. اللهم صل علی الابدال صل علی الابدال و الاوتاد و السیاح و العباد. Bu 4 qruha da sən salamı duruduğunu neynəcilən göndərcinən. İstəyir İmam Cəfər Sadiq əleyhissalam در واقع Davudu neynəsin در قالب اوتاد و ابدال tərhiləsin ha bunu.
آیه موسی نجات. پس orada deyir ki əbdala, ovtada, soyyaha, yəni o səyyahlara və obbada, onlara da Allah sən durud-u səlami göndər. Sonra İmam Rızadan soruşurlar, əbdal kiyanənd? Bu əbdal ki, bu duada gəlibdir, bunlar kimdirlər? Həzrət buyurur ki, əbdal ovsiyayənd. Çون Xudای Teala nübüvvət را به حضرت محمد ختم فرمود اللهم صل علی محمد و آل اوصیا را بدل پیامبران قرار داد. Vaxtı ki deyir nübüvvət deyir qutuldu, ovsiya nə oldu? Bədəli peyğəmbərən oldular ki, ona cəhət bunlar təxt ünvanı əbdal adlanırlar. Sonradan qurumlar tapılır, əbdal-ı Mevləvi deyirlər, əbdal-ı Bəktaşi deyirlər, Asiyayı Rumda ki, Asiyayı Səğirdə dər vaqa. Mevlana'nın qətən mənzuru o qurumlar dəymiş, ondan sonralıqda düzəlirlər. Mənzuru həmən bu ovsiyaymış ki, burada neynir? Gətirir. Pəs cümle aləm zin səbəb gumrah şud. Kəm kəsi zəbdal haqq ağah şud. Bu aləmdə buna görə çoxları yollarını azdılar ki, əbdal haqqı tanımadılar. Haqq yəni Allah burada. Haqq bilək ki, به معنای Allah. چون Allah'ın aslında bir dənə adı به معنای haqqdır. Fətəalə Allah el-Məlikul Haqq Sure-i Müminindədir. Allah böyükdür, o məlikdir və özü də haqqdır. Yəni düzdür. در و حق به معنای düz. Orada o mənisində. خب ادامه همسری با انبیا برداشتند اولیا را همچو خود پنداشتند گفته اشارت şeiri bunu büzür oxuyuruq. Həmsəri yəni həmşəni, həmrütbəgi, həmdərəcəgi bu mənidə. Bunlar gəldilər özlərini peyğəmbərlərlə bir sayıqda gördülər. Həmsəri با انبیا برداشتند اولیا را همچو خود پنداشتند. Fikr elədilər ki, vəliyə haqq, اولی adamlar eyni bunlara tay bir insandılar. Qofte inək ma bəşər, işan bəşər. Dedilər bizdə bəşər, bu da bəşər. Ma bu işan bəstəyi xabi müxə. İkimiz də elə yatırıq, ikimiz də yeyirik, içirik. Bizim nə fərqimiz olmalıdır bunlarla? Yaxşı. Bilirsiniz də bu şeirləri ki mən ələn oxudum sizə, gərək o məşhur ayələri sizin zehninizə salar ki, Quranda gəlibdir ki, peyğəmbərə etiraz eləyiblər ha. Deyirlər ki, bu nə cür peyğəmbərdir? En entum illa bəşərun misluna. Bu əslən bir dənə bəşərdir bizə tay bir İbrahim surəsindədir. Qalu ma lihazər rəsul Quranda gəlir. Bu nə cür peyğəmbərdir ki, yəkulüt təam və yəmşi fil əsvaq. Bu qəza yeyir və bizim kimilərlə bazarlarda gəzir. Belə şey olur. Bu da firiştə olardı, gələrdi, biz bilərdik bunu. Böyle bizə tay bir adam. Mevlana deyir ki, bunlar bilmirlər də bunu düşünmürlər. Adamla adamın yerdən göyə fərqi vardır. Bunlara indi min cürə sizə misal gətirəcəkdir, ta bunu anlaşdırsın bizə. Ənbiyaya saydılar tay özlərin, ovliya təh gördülər tay özlərin. Dedilər yatmaq yeməkdir dərdimiz. Biz bəşər, onlar bəşər, yox fərqimiz. Bizim vəsətimizdə fərqimiz yoxdur. Elə o da bəşər, biz də bəşər. İn nədanistand işan az əma. Əma nədir mənisi? Əma, umyan. Be mənay nədir? Kuridir da, kuri. İn nədanistand işan az əma. Bunlar gözlər görmür. Çorluqdan bunlar bilmirlər. Həst fərqi dərmiyan bimuntaha. Bu vəsətdə çoxlu bir fərqlər vardır ki, əslən bu fərq hesaba kitaba gəlməz. Bunların arasında fərq çoxdur. Amma kələməsini biz Məsnəvidə də varımızdır, işlənilibdir. Xud-i Nəhc-i Bəlağədə də bu kələmə işlənilibdir. Bir yerdə Mevla buyurur ki, vəl-huda xamil vəl-əma şamil. O ərəb-i cahili dövranı istəymiş vəsf ediyə Mevla aleyhisselam. Bu təbiri orada işlədir ki, deyir hidayət
o dövranda ki peyğəmbər gəlməmişdi, Şibə Cəzirə Ərəbistanda hidayət çorudur və çorluq da hər yeri tutmuşdur. Vəl-huda xamil vəl-əma şamil və ərzən alimha mulcəm və cahilha mükərrəm fi xeyr darin və şərrin ciran nəvmuhum suud və kuhluhum dumum. Əşi bələğədə bu cür vəsf eləydə deyir, bir yerdə peyğəmbər zuhur elədi ki, orada alimlərin ağzına zib çəkmişdilər, cahillər hey danışırdılar ki, başda otururdular. Yox, bərzən alimha mulcəm və cahilha mükərrəm. خب هر دو گون زنبور خوردند از محل لیک شد زان نیش و زندیگر اصل. İki cürə arımız vardı. Bir arı elə bir yerdən bahəm gedirlər bunlar, yeyirlər, içirlər. Biri gəlib səni sancır, biri sənə bal gətirir. Görürsünüz, bundan deyik fərqlər var. Sən bundan fərqini bilməlisən. Hər دوگون، گون یعنی گونه، نو. هر دوگون آهو گیا خوردند و آب زین یکی سرگین شد و زان مشک ناب. İki cürə yəni ahu var. Elə ikisi də bahəm həman o tərəfdən yeyirlər, həman sudan içirlər. Birinin göbəyindən muşk nab çıxır eşiyə ki, ətri iyi aləmi götür. Biri də elə fuzulət verir. Bu ahuların bir-birləri ilə fərqi vardır. Muşk kələməsi həman meskidir ki, ərəbdə işlənir. Bəzi yerdə mosk işlənir. Mesk həman təbirdir ki, Quran özündə də bu işlənilibdir. Mevlana özü də Məsnəvinin çox yerində moşk kələməsini işlədir. Moşk ra bər tən məzən, bər dil bemal. Moşk çə bəvəd, nam-ı pak zülcəlal. Sən deyir ki, çox özü zahirlərlə ki, bu ətir, ənva, otkulunna deyir, vurursan üstə gəlirsən. Deyir, mən sənə deyirəm ki, baba, sən elə Allahın vacəsini düz işlədə biləsən, ha? Ağzında işlədəsən, o səni içəridən elə müəttər eləyəcək. Ətrin səni aləmi götürəcək. Moşk ra bərtən məzən, bər dil bemal. Moşk çə bəvəd, nam-ı pak zülcəlal. آن منافق مشک را بر تن نهد روز مردن گند او پیدا شود بر زبان نام حق و بر جان او کفرها بر گند بی ایمان او. Pəs deyib, sən gərək neynəsən, müvazib olasan, görəsən ki, bunu sən harda işlədirsən. Ya Şəms divanında da işlədir ki, eşq buy مشک دارد زان سبب رسوا شد. چاره نبود عشق را از خود چنین رسوا شدن. Eşqi də orada təşbih eləyir muşka. Deyir, aşıq adam rüsvadır. Deyir, bu əlini hər yerdə oxudubdur. Elə hər yerə getsə bugün abrıc edəcəkdir. Çün eyni muşk kimin müəttər bugün iyi hər yanı almalıdır və alacaqdır. Xob, idamə beytlə. هر دو نی خوردند از یک آب خر این یکی خالی و آن دیگر şeker. İki dənə qəmiş ya ney varımızdır ki, elə həman sudan içirlər. Biri elə xalı çıxır, biz ona elə qəmiş deyirik, ya ney deyirik. Biri dənə mədə ney şəkərdir. Onu kəsirlər, şəkərin götürürlər, qət düzəldirlər, filan edirlər. Bundan deyib, fərqləri var da, siz bundan fərqlərini biləsiniz. Hər دوگون آهو, onu oxuduqda, 100 هزاران این چنین اشباه bin. Fərqişan 70 sal rah bin. Minlər deyim, mən sizə bir misallar çəkə bilirəm ki, 70 illər bunların arasında nədir? Fərqlər vardır. Siz bu fərqləri bilməlisiniz. İn xorəd gərdəd pəliydی zu cüda. An xorəd gərdəd həmə nur xuda. Biri yeyir, həman qəzadan mücəssəmi pəliydi olur. Biri yeyir, həman qəzadan olur nur xuda در واقع. Allahın nuru. این خورد زاید همه بخل و حسد آن خورد زاید همه عشق احد. Bu yeyir, bunun içərisindən buxl و həsəd و həsadət vərzi bunlar çıxır. O yeyir, nə mənədir? Olur nə? Həməş nur-i əhəd. Allahın nuru kimin olur? این زمین پاک و آن شور است و بد این فرشته پاک و آن دیو است و دد. Pəs yer də bu cürdür. Görürsən ki, yer var ki,
hər şeyi əkirsən, becərdir, gövərdir, məhsulu yetirir. Bizdə ona yer deyir. Bir yerdə vardır ki, şur əs-sobə. Nə əkirsən orada heç də gövərmir də. Xob, şordur o yer. İkisi də elə yerdir. Sən ona ikisinə də yer deyirsən, fərqi yoxdur. İn feriştey paku, an divəst o dəd. Qunələr görürsünüz də fərqlidir. Buna feriştə deyirik, buna iblis deyirik, buna dəd deyirik. Bunlar nədir? Bir-birləri ilə fərqlidir. İcazə versəz, mən Heydər Əbbasidən də oxuyum, görək bu beytləri bizə nə cür göndəribdir. Deyir ki, arada ayrıntı var, hardan hara. Ayrıntı nədir? Fərq, ya fasilədə. Arada ayrıntı var, hardan hara. Lik, körlük hardadır, qammaq hara. Qammaqla körlüğün bundan fərqləri var birinə. Yedilər iki arı bir şirədən, biri zəhr oldu, biri şirə nədən? Yəni biri şirə olmadı, biri şirə oldu. Hər iki ahu bir otdan otladı, birisi moşq oldu, digər qığladı. Bundan fərqlər vardır. Bu kəlmə elə türküdə işlənir. Yəni sən nə qədər bunu çalışasan, qığladını farsıda çöndərəsən, çöndərənməyəcəksən. Bunu elə burada belə gəlməlidir. İçdilər bir çeşmədən, neylər suyu, bu şəkərdir ayrısı, bomboş boru. Bor, həmən o sobanın boru dər vaqa, buxarının boru. Biri eyni bir gəmişdir ki, eyni bor kimindir? Xalidir. Vəli biri nədir? Onun şəkəri vardır. 70 illik fasilə var ortada. Harada olduqların sal bir yada. Bunların arasında fərqli var. Bu yiyəndə zəfi artır, kaslanır. O yiyəndə nuru artır, nurlanır. Bu yiyəndə qaynaşır qarnında qurt, o yeyir, ondan doğur eşq o dud. Dud, əbrişəm. Eşq o dud. Bu mənini oradan götürüb gətirib olur. Birinin qarnında eşq, birinin qarnında qurt. Hər halda bəli, bəxşid. Pəs burada dostlar bir dənə Mevlana bir dənə suala elə bir cavab verir. O sual budur ki, soruşurlar bundan ki, aya adamların zatən də bir-birləri ilə fərqləri var? Ya elə zahirdə bir-birləri ilə fərqləri var? Bu bir dənə sualdır da tərh olunur. Aya biz o aləmdəki vardıq, aləmi ələst ya aləmi zər ki biz oradaydıq və bizi istəyidilər gətirələr bu aləmi təcəlliyə, bu aləmi məzhərə, orada da bizim fərqlərimiz var idi. Ya burada gəlmişik bu fərqləri tapmışıq. Burada bizim İslam dərvaqa mütəfəkkirlərinin arasında iki cürə fikir var. Biri mütəqiddir ki, yox, bizim fərqlərimiz olmayıbdır. Ki o Mu'təzilənin nəzəridir. Bir qruhda ki, Mevlana kimi şəxsiyyətlər və əşairə kimi fikirləşirlər, bunlar deyirlər ki, yox. Biz elə o əvvəldən ki, biz istəymişlər yaradalar, fitrətən bizlər fərqli yaranmış. Hala siz bu iki dənə məktəbin içində ələn tərbiyyəti məqulələrə baxa bilərsiniz də. Biri var ki, sizə deyir ki, insanların fərqi yoxdur bir-birləri ilə. Bir cürə məktəbi tərbiyyəti biz yaratmalıyıq. Biri var ki, deyir, bunların fərqləri var. Elə o başdan fərqli gəliblər bunlar. Bəndazəyi bu fərqləri siz müxtəlif məktəblər yaratmalısınız, da bunları tərbiyyət edəsiniz. Baxın, burada bu sual bizim təməddünümüzə görə deyir, tənha. Bu sual elə Yunani təməddündə də varmış ki, o zaman rivaqilər
cavab veriblər ki, bəli, tamam aləmdə insanlar bərabərdirlər, hüquqda da bərabərdirlər, mallarına, bunların təbarına, bunların heç birinə siz baxmayacaqsınız. Siseron da məsələn, o mütəfəkkiri Yunanidir ki, bu cür baxıbdır, amma biz öz təməddünümüzə xub gələndə görürsünüz ki, Səna'idir, Əttardır, Sədidir, Mevlana'dır, Hafizdir. Bunlar hamısı bir cibhədədirlər. Bunlar mütəqiddirlər ki, əsasda insanların nədir? Fərqləri var. İndi görün, Mevlana istəyir həmlə gətsin Mu'təziliyə, bu fikri onlardan nəqd eləsin. Gör, nə cür misal çəkir. Mən o neçə beytidir, onu oxuyum sizə, baxın. An təfavut həst در عقل bəşər ki میان şahidan əndər sover. Əqllərdə bundan təfavutdur. Birinin az əqli var, birinin çox əqli var. اختلاف عقلها در اصل بود بر وفاق سنیان باید şunud. Mevlana deyir ki, burada eyni sünnilər nə cür deyirək, öcücə qəbul eləyəsən. Mənzuru sünnülərdən əşairədir. Əşairənin fikri ilə getməliyik deyir burada. برخلاف قول اهل احتزال که عقول از اصل دارند اعتدال. اعتزال yəni Mu'təzilə fikirləşir ki, əqllər əslidə bunlar birdirlər və ədalət bunlarda paylanıbdır. Əslən deyə cürdə. Sən ədalətdən danışsan. Əslən elə bir şeyimiz yoxdur. Özünüz bilirsiniz ki, Quranda məsələn Allahın barəsində ədalət gəlmir əslən. Allaha heç vaxt bu sifəti adil Quranda işlənməyib. Minlər sifət tapa bilərsiniz. Rəhman, Rəhim, Qəffar, Qəfur, ondan sonra Cəbbar, Quddus, Mələk. Vəli sifəti adili nə mənədir? Gətirməyibdir. Əşairə bunun üstündə çox işləyibdir. Mu'təzilə heç çalışıblar ki, Allahı adil tanıtdırsınlar, ispat eləsinlər bizə. Vəli əşairə deyib, çoxu səmtə getməlisiniz. Orada siz ədalət aparsanız, orada əqim olacaqdır. Siz Allahın kərəminin barəsində danışın, Allahın iqtidarının, qüdrətinin barəsində danışın. برخلاف قول اهل احتزال که عقول از اصل دارند اعتدال تجربه و تعلیم بیش و کم کند تا یکی را از یکی اعلم کند. Yəni etizalın sözləridir. Ha? Onlar deyirlər ki, bəli, biz təcrübə ilə və təlimlə eləyə bilərik, bir əqli çoxaldaq, bir əqli azaldaq. Bir həddə etizal düz söz deyil bunu. Batil əstin, Mevlana deyir, əslən özürdə. Misala bax, batil əstin zan ki عقل کودکی که ندارد تجربه در مسلکی بگذرد زندیشه مردان کار عاجز آید کارشان در اضطرار. Siz görürsünüz ki, bir dənə uşaqdır ki, heç sadə bilmir, bəzi vaxt bir sözlər deyir. Nədir? Bunun əqli çox üstün olur, çox yuxarı olur. Bir dənə qoca kişinin əqlindən məsələn. Deyir, bu harada bunu təcrübə ilə ələ gətirib? Bunu harada öyrənibdir bu? Bu buna verilmişdir, bu bir dənə ətiyyədir bu buna. Yaxçı? پس باطل است این زان که عقل کودکی که ندارد تجربه در مسلکی بگذرد زندیشه مردان کار عاجز آید کارشان در اضطراد بردمید اندیشه ایزان طفل خرد پیر با صد تجربه بویی نبرد. Bir dənə qoca kişi onun təcrübəsini heç vaxt, o uşağın nəzərinə heç vaxt çatanmır. خود فزون آن به که آن از فطرت است تازه افزونین که cəhd o fikrət است. Çox getmə bu işin dalısında. Bunlar fitrətdə, bölünmüşdə bu cür dərvaqa bölünüblər. Sədi də elə Qolistanda bu cür işlədib, Cami də elə bu cür gətiribdir. Xoş, indi mən sizdən bu sualı soruşmalıyam ki, Mevlana bu sözü deməkdən istəyir nə nəticə alsın? İstəyir bu bir dənə bunyan teoriki qurmaqda ki, adamların bir-birləri ilə o başda fərqləri vardı. Buradan istəyir nə desin bizə? Mevlana istəyir desin ki, qabiliyyətlər fərq edir də. Qabiliyyətlər. Birinin qabiliyyəti çoxdur. Qabiliyyət oradan verilibdir. Bu qabiliyyət gəlir, bunda failiyyət yaraldır. Yaxçı? Pəs istir desin ki, adamların biri var, o Nietzsche'nin təbirində də var da, asarında deyir ki, insanlar var ki, eyni bir dənə ağ kimindirlər, çox dayazdılar.
Sən istəyəsən şircəcə desən, başın dəyəcəkdir orada simana, başın parçalanacaq. Bunların çox içərisinə getmə. Çünki içəri yoxdur bunlarda. Bunlar dərin adam deyirlər. Vəli deyib bir para insanlar vardılar ki, bunlar dəniz kimindilər, okyanus kimindilər. Sən bunlarda üzə bilərsən. Nə qədər girsən bunların içərisində bu jərfa və umq vardır. Mevlana da bu fikirləşir. İstəyir ki, bunların ki qabiliyyətləri çoxdur. İndi sən gələsən bir para bunlara dəsturlar verəsən. Bir para məhdudiyyətləri yaradasan, yaradanmayacaqsan. Mevlana gəlir burada nə edir? Bir para hilliyyət o haramiyyət o hörməti dəstəyi tərh eləsin. Ki insanların bir tədadın zərfiyyətləri yuxarıdır. Bunlara o şeylər ki sənə haramdır, şayad ona haram olmasın. O şeylər ki sənə həlaldır, mümkündür ona haram olsun. Bər əsas zərfiyyət və qabiliyyət halal və haramın da barəsində Mevlana'nın xas nəzər olur. İcazə verin ki, bir dənə Mənaqibul Arifindən oxuyum. Siz baxın görün ki, nə desin sizə. از کمل یاران منقول است که روزی فقهای حساد. کمل یاران یعنی kamil insanlardan. Onlardan nəql olundu ki, Mənaqibul Arifin o kitabdır ki, yaxundərin kitabdır Mevlana'nın əhvalına ki, o pəxil fəqihlərdən biri az sər inkar و inad az Hazret Mevlana sual کردن. برای اینکه moçundan tutsun, Mevlana'dan sual soruşdular ki, sual کردند که شراب حلال است یا حرام. شراب حلالdır یا haramdır. غرض ایشان ارز پاک شمس الدین بود. به کنایت cevap فرمود. Bundan sözü buydu ki, istəsinlər məsələn Şəms-i Təbrizinin bir cür abırına aparsınlar. Desinlər ki, məsələn Şəms, məsələn şərab içirdi, sən bunu nə cür tövcih eləyirsən? Əlbəttə o cür dərdi ha. Burada deyil, غرض این بود. به کنایت جواب فرمود تا که خورد. Mevlana deyir. Kim içəcək bunu? Buna sən cavab tapmalısın. Çe əgər məşki şərab را در دریا ریزند. Bir dənə küzə şərabı tökəsən dəryanın içinə, mütəğəyyir nəşəvəd. Və o را mükəddər nəgərdan. Dəryanı dəyişənməz. O dənizi dəyişənməyəcək. Onu mükəddər eləyənməyəcək. از آن آب وضو ساختن خوردن جایز باشد. هرچند که sən ona aludə su tökübsən, amma sən eləyə bilərsən o sudan vuzu alasan. اما حوزک کوچک را قطره شراب بیگمان که نجس باشد. Bir dənə balaca hovuza bir qətrə dəsən şərabdan töksən, onu neynəyəcəkdir? Ay pirzad. Onu aludə eləyəcəkdir, onu nəcis eləyəcək. همچنان جواب سریع آن است که اگر مولانا شمس الدین می نوشد او را همه چیز مباح است. که حکم دریا دارد. o دریا چی بود؟ ona sən halal haramı soxuşduramazsan بود. اگر چون تو غرخواهری کند. غرخواهر yamandır da Mevlana deyir, غرخواهر. Ona deyir ki, məsələn çox müəddəbanə mən tərcümə eləsəm, onlar bacısı göçək məsələn. Bacısı göçək. Hala ayrı təbiri də deyə bilərdim, amma burada çün zəbt olur deyəmir. Əgər çon tu غرخواهری نوشد. Əgər sənin kimin bacısı göçək o şərabdan içsə, nan cövinət həm haram است. O arpa çörəyi ki yeysən, o da sənə haramdır. Sən buna zərfiyyətin yoxdur. Yediğin halal şey sənə də haramdır. Pəs istəyirəm bunu sizə deyəm ki, bizim əşairənin içində bir növ biz nominalistiyə yetişirik. Müasir məktəblərin içində. Bir növ nisbiyyət edər zərfiyyət əfrada yetişirik. Yəni çox mühüm şeydir. Burada gərək biz kamil neyniyək, bir növ təəmmül eləyək. Baxın bu söz həmandır ki, Xəyyam da deyir. Deyir ki, می گرچه حرام است ولی تا که خورد وانگاه چه مقدار و کی و با که خورد. هرگاه که این چهار شرط آید جمع گر می نخورد مردم دانا که خورد. 4 dənə şərt lazımdır ki, deyir. Onu gərək Xəyyam deyir ki, onu cəhətməlisən. Mevlana gənə bunun əksini misal çəkir. Deyir ki, Beytül Müqəddəs təmiz yerdir ora. Deyir, oranı doldurasan içinə, doldurasan
donquzla, biz donquz deyirik, bəzi yerdə doğuz da deyirlər. Xuç təbir işlədir Mevlana deyir. Beytül Qudus əgər şod ز افرنگ پر ز خوکان بدنام کی شد آخران مسجد مقدس. Deyir, onları doldurasan, o məscid heç vaxt nədir? Nəcis olmayacaqdır. Doldurubsan onu, hər yan doludur ondan. Vəli, çün o ənbani və ənbari az təmizlikdir, onu onlar gəlib heç vaxt aludə eləməyəcəklər. Mərhələ be mərhələ Mevlana indi gəlir qabağa. Bilirsiniz də, bunlardan istəyib bizə neynəsin? Dərsləri versin. Mən 5-10 dəqiqəyə qutaracam da çox uzatmayacam söhbətlərimi. O budur ki, Mevlana istəyir desin ki, aya bir para arifləri və sufiləri özlərinə icazə verə bilərlər ki, məsələn, bir para əhkam-ı şər'ini bunlar icra eləməsinlər. Aya ola bilər. Məsələn, namaz qılmasınlar, həccə getməsinlər, oruç tutmasınlar bunlar. Fərz, misal çəkir. Çünki bu, urafa və əhli təsəvvüfün içində bir dənə böyük sualıdır. Bu sualın cavabı ebahədir, yəni istilahən, istilah ərəbisində. Ebahə, yəni ubur az şəriət. Bunlar ki, bir para sufilər və arifləri bunu mətrəh edirdilər. Mən istəyirəm bu şübhəyə burada bir dənə cavab verəm. O budur ki, əgər İslamı təsəvvüfü bir para daxili şəxsiyyətlər və mütəfəkkirlər ya bir para müstəşriklər məhkum eləyirlər buna ki, bizim sufilər ivarımızdır ya ariflər ivarımızdır ki, mütəqid edirlər ki, biz mərhələyə təriqətə və həqiqətə çatmışıq, şəriət bizdən saqit olubdur. Mən bir şəxsə öz mütalaatımda bunu tapanmamışam. Yəni bir şəxsi ola ariflərin içində, bizim ariflərin içində iqrar eləyək ki, bəli, mən bu mərhələyə çatmışam, mərhələ həqiqətə çatmışam, şəriət məndən saqit olubdur da mən şəriətə əməl eləməyəcəyəm, mən tapanmamışam bunun içində. Məgərin ki, bir şəxsi tapıla və bunu elam eləyək. Gəlinibdir ki, bir taife-i vardılar batini yadında. Bunlar belə bir fikirləşirlər. Qəzzal-u Təlbis İblis kitabında bunlardan ad aparınıbdır. Vəli və hər hal biz buna cavab verməliyik ki, belə bir şey olmayıbdır. Mevlana belə... Bəli. Şayət iqrar elə biləm, bu bəzi rəftarlarından şayət... Bəzi rəftarları da bunlar üçün taife-i Qələndəriyyə və Məlamətiyyəyə üzvüydülər. O taifənin içindədirlər ki, biz Qələndəriyyəni keçən cələsədə yadınızda olsa danışdıqda bunlar məsələn 4 yerlərini qırxardılar. Başıdır, qaşıdır, sibilidir, səqqəlidir. Məsələn şəriətdə deyirlər ki, siz səqqəli qoyun ki, kişi ilə xanım tanınsın o həddə, bir həddə. Hətta Mevlana'nın əhvalında var ki, gedir Araşərə deyir ki, mən nə cür sən səqqəli vurum, deyir ki, o həddə vurcunan ki, bir dənə kişi ilə bir dənə xanım bundan tanınsın bu həddə. Bir qıssaca rivayətdə əhli təsənnün nəql eləyir ki, məsələn, Allahın o adamlardan ki, səqqəlləri yüngüldür, xoşu gələr. Çünki deyir, səqqəlin çoxluğu mümkündür, insana mümkündür. Neynəsin, bir o təkəbbür gəlsin. Çox, məsələn, özünü bu işdən neynəsin, yekə görsün. Mümkündür, deyir, o səmtə bunu aparsın. Ona görə istəyirəm deyəm ki, bəli, bunlar gəlirdilər bir para bərayin ki, o nəticəyi əmələ görə millətin içində bir para işləri görürlər. Məsələn, Əttarın deyir, əhvalında var ki, özü gəldi oruçluqda bir dəfə millətin içində öz orucunu sındırdı və yedi. Dedi, bu oruçluq mənə çox qurur gətirmişdi. Mən özümü çox tutmuşdum, çebridi, şeytan girmişdi mənim içərimə. Mən istədim, siz o qəd mənə burada məlamət eləyəsiz, amma onu çıxaldam eşi. Bu cür işlər olurdu. Həman məlamətiyyə, həman Qələndəriyyə bu işlər görürdülər. Amma ki, deyələr, kollə şəriət bizdən saqitdir, əbədən mən bunu tapanmamışam. Mevlana da burada gətirir. İcazə verin bu neçə beyti də oxuyum, yavaş-yavaş mən qutarım. Deyir ki, an yeki yek şeyx ra tohmət nəhab. Məsnəvdə cəhəbbə. 2-ci dəftərdə. Ku bədəst o nist bər rah-ı rəşad. Deyir, bir nəfər gəl dedi ki, axı şeyxi ki, sən tərifliysən bu şeyxi, çox belə pis adamdır bu şeyx.
شارب خمر است و سالوس و خبیث، مر مریدان را کجا باشد مغیث. Bu adam şərab içir, çox pəlit adamdır, müriddə bu nəcür eləyə bilər hidayət eləsin. An yeki گفتش ədəb را هوش دار، خرد نبود این چنین زن بر کبار. Belə bir gəman eləyəsən, fikir eləyəsən böyük insanların haqqında, bu kiçik bir şey deyil, az fikir eləyəsən. دور از او و دور از اوصاف او، که ز سیلی تیره گردد صاف او. این چنین بهتان منه بر اهل حق، که این خیال توست برگردان ورق. Belə bir töhməti böyük insanlara sən vurmacanan. Sən bu işi görməzsən. İn nə başad ور بود ای مرغ خاک، بهر قلزم را ز مرداری چه باک. Əgər bu düz deyil sən töhmətin ki vurursan. Amma əgər düzdə olmuş olsa sən bu töhmətin, بهر قلزم را چه باک از مردار. Bunlar həman dərya sifətdirlər ki, bu bunu aludə eləməyəcəkdir. نیست دون قلتین حوض خورد، کش تواند قطره‌ای زاب برد. کفر را حد است و اندازه بدان، شیخ و نور شیخ را نبود کران. چون شدی بر بامهای آسمان، سرد باشد جستجوی نردبان. Ondan dilicə Mevlana bir qorizi vurur buna ki, duna qulləteyn, bilirsiniz də bizdə bizim fikrimizdə abi kor vardı. Abi kor nə mənadır? Deyim. Ay sağ ol. O su ki çoxdur, məsələn, در واقع bir şey düşsə onun için onu nəcis eləməz. Biz ona deyirik kür suyu da در واقع abi kor. Bunu əhl-i təsənnündə, Şafii məktəbində duna qulləteyn deyirlər. İki qollə, iki qobbə در واقع. Deyir اذا بلغ الماء قلتين لم يحمل الخبث. Vaxtı deyir su iki qolləyə yetişdi da bunu bir şey nəcis eləməyəcəkdir. Cələsəmiz elə bir çox uzandı, hə? Ay Musa Necət. Yaxşı, icazə da yavaş-yavaş biz söhbətlərimizi qutaraq. İcazə versəz, mən 2-3 beyt mütabiq با rəsm cələsəmiz bir dənə Azərbaycanın klasik və məruf şairlərindən sizə şeir oxuyub və bu cələsəmizi qutaracağım. Hətmən siz Şah İsmail Xətaini eşidibsiniz. Şah İsmail Xətai demək olar ki, Səfəviyyə dövlətinin banisi olubdur, Səfəvi dövlətini qurubdur və Xətaiyə də bu təxəllüs eləyibdir. Böyük bir qəhrəman olubdur. Demək olar ki, milli İranda birinci hökuməti Şah İsmail Xətai qurubdur. Tamamı qəbilələr gəldi, sərkub elədi, hamısını bir dənə milli hökumət düzəltdi. Bir yol, özü də şair idi, şeir deyərdi. Osmanlılarla da ki çaldıran o düzündə girir, böyük bir döyüşə girir, orada da çox qəhrəmananə mübarizə eləyir. Təbrizi həman Şah İsmail Xətai mərkəz özünə paytaxt eləyir ki, Ərdəbil də onun mənəvi paytaxt olur, həman Şeyx Səfiyyəddin Ərdəbili. Bir yol, mən ondan icazə versəz iki beyt oxuyum və söhbətlərimizi qutaraq. Deyir ki, hüsn-ü ruxsarın kim oldu, can-ı dil heyran ona. Vədə dövr qəmərini tapşırıb doğran ona. Çün sənin hüsnün misal-i Yusuf-i Kənandır. Yüzünü hər kim ki görməz, yox durur iman ona. Altaş-ı eşqində ey xunxara gözlü dilbərim, öylə yanmışdır bu bağrım, yox durur dərman ona. Qanlı yaşımdan tökər hərdəm gözüm bağıran ona. Zülmət-i zülfündə könlü bu xətai xəstənin. Xizrə bənzər kim görünməz çeşmi-i heyvan ona. Sağ olasın. Şairlərimizdən kim oxuyacaq desin də.
Deyin da. Ay, dolandır da bunu ay Müsanecet okusun. Benyamin eşlersen onu. Ben başlayayım. Ustamiyeli şehri tavsiyem dönem. Bütün gitmiyor. Anam bir de çalışıyor olsa çalışıyor. Herkesi şehri böyle alanı yapıyor. Bir hafta devrenin biri geçebilir. Allah'ın adıyla ve adıyla Hamza yorulmayasan deyirəm. Bir balaca vəzil oxuyacaq. Könlüm qan ağlayır, bizi onlar ayırdılar. Könlüm qan ağlayır, bizi onlar ayırdılar. İnsafsız idilər, necə ağlar ayırdılar. Kimdir deyən tanışdılar onlar, səlahımış, az müftə söz deyin, bizi əğyar ayırdılar. Yandım, külüm çıxıb, eşidin indi ay haray, bunlarda rəhmi yoxdur, görün zar ayırdılar. Yazdım, gəlib qaçırdacam, heç qorxun olmasın, yazdı, qaçtmay olmaz axı, yar ayırdılar. Sən pullu bir baba, məni day danlama belə, mən bir kasıb uşaq, yoxum heç var ayırdılar. Az incidin bizi, daha bəsdir siz Allahız, insafsız olmayın, bizi onlar ayırdılar. Şimdi de ayrı kılın ya. Mesela بعد şimdi ayrı. Okuyayım ben okuyayım bir daha. Götür 2 beyt Nənnəmə Ərci qalasına gedəndə qoymadılar Varidulağı çaya. Dedilər məmnun olubdu. Yəni 2 beyt orada mənim zehnimə gəldi. Cirikə vuruldu. Allah özü kömək olsun ki idamə verə biləm bunu. İnşallah. Ərcin qapısı bağlı qalıbdır. Aman Allah. Ərcağlayır qan bu zamanda, yaman Allah. Səssiz necə nalə eləyir qəhrəman ərcim. Süsmüş qocadır, ağlayır qəhrəman Allah. Bir dənə rübai və bir dənə qəzəllə xidmətinizdə. نامرد ترین رفیق عالم هستی نامرد ترین رفیق عالم هستی در فکر کم و زیاد ماتم هستی وحشی شده ای برای گریاندن دل ای غصه بگو مگر تو آدم هستی Sağ ol. یا شبی چشم مرا با چشم خود مسرور کن یا شبی چشم مرا با چشم خود مسرور کن جان مولا یا نگاهت را ز چشمم دور کن خود نمیدانی که چشمانت چه غوغا می کند یا ببند آن چشم را یا چشم ما را کور کن داغی خورشید در لبهای تو گم گشته است درد لبهای مرا دارو بده ممهور کن از لبان بوسه خواهت کاش چینم غنچه ای تا بچینم چشم مستت را کمی مخمور کن سینه ای داری که در آن کوه یخ جا کرده است یا بکش ما را و یا آن سینه را مستور کن آذر آتش فشان اشتیاق عشق من یا بسوزان عشق را یا وصل را مقدور کن
روی لبهایت فقط حس پر پروانه هاست. شمع سردم را بسوزان، ماتمم را سور کن. در میان جنگل مویت پریشان خفته ام، در میان جنگل مویت پریشان خفته ام. یا وصالی ده مرا، یا جسم من در گور کن. دوستان اگر خودتون شعر میتونید از غزل‌های مولانا، حافظ دیکلمه کنید. آره میتونید. شوخی هستم Usta icazə verirsiniz, 2 dənə rübai oxuyun. بله. ای کاش که ماه من به یک آن برسد، از نور وجودش به تنم جان برسد. تاریک ترین شب جهان استاری، آن شب که بدون او به پایان برسد. از چشمه چشمم آب جاری گشته، رودیست که در سراب جاری گشته. آنقدر شراب از لب تو خوردم که در شاهرگم شراب جاری گشته. زندانی بی پناه زندانت من، ویرانه بی بهای طوفانت من. چشمان ترت مرا غزل خوان کرده است، شاعر شدم به یمن چشمانت. مرسی. من یو فیلم بسم الله الرحمن الرحیم. در مدار مبهمی سردرگم و بیهوده ایم، باطنی فرسوده از این امتداد آزرده ایم. رهگذارآلود و مقصد بس غریب و ناپدید، ما در این بیراهه های شب زده جا مانده ایم. در لحن بخون، شما لحن بخون یه ذره آروم‌تر. اولین باره در سراب زندگی آبی نشد پیدایمان، یک سحر روییده و روز دگر پژمرده ایم. صبح فردایی نیامد ساکن شبها شدیم، در هجوم سرد شبها چون چراغی مرده ایم. زخم سرد زندگی بر سینه دل مانده است، در محاق لحظه ها خاموش و تنها مانده ایم. با دلی زخمی و خونین از صلیب زندگی، میخ دست خیش را با زور و دندان کنده ایم. اللهم صل علی محمد.